Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün biz Lezginka video dərsləri seriyasını davam elətdiririk. Hansı ki, artıq ikinci dərsimizi çəkəcəyik. Bu dərsdə də kifayət qədər maraqlı, çox istifadə olunan və əsas hərəkətlərdən birini öyrənəcəyik. Videoya keçməzdən öncə videoların davamı üçün, dərslərin davamı üçün kanalımıza abunə olmağı unutmayın. Vaxt itirmədən başlayalım. Dostlar, deməli birinci videomuzdan artıq bilirik ki, biz şaq badlivkanı, yəni əsas baza hərəkətlərindən birini artıq öyrənmişik. Bugün isə biraz doğru dildə desək, şaq badlivkanın bir qədər üst versiyasını, yəni dvaynaya şaq badlivkanı öyrənəcəyik. Bu da lezginkada ana hərəkətlərdən biridir, baza hərəkətlərdən biridir. Hansı ki, biz bunu gələcəkdə çox istifadə edəcəyik. Deməli, vaxt itirmədən başlayaq. Qeyd edeyim ki, bizdə bu hərəkət dvaynaya şaq badlivka sağ ayaqla başlanır və 8 sayda yerinə yetirilir. Mən yenə birinci kürək hissə tərəf dayanacağam, hansı ki, siz videonun qabağınıza qoyub rahat şəkildə mənlə bir yerdə eləyə bilərsiniz. Deməli, keçək hərəkətimizə. Dediyimiz kimi, sağ ayaqla hərəkəti başlayırıq və ayağımızı qaldırıb 1 sayında qoyuruq qabağa. 1, sağ ayağımızı qoyduq qabağa. 2 sayında sol ayağımızı qaldırıb qoyuruq sağın arxasına. 2, yəni badlivkada olduğu kimi. Və 3-də burada bir qədər diqqətli olun. Sağ ayağımı sanki biraz sıçrayışla çıxardıram qabağa. Eyni anda sol qabaq qayıdır yerinə. Yəni 3. Bura bir qədər qarışıq ola bilər, amma qaydacağıq. Və 4-də sağ ayağın üzərində yüngülcə tullanırıq. 4. Və 4 sayında qeyd edeyim ki, bizim yuxarıda olan ayağımızın pəncəsi, məsələn bu vəziyyətdə bizdə sol ayağın pəncəsi belə yox, dartılmış şəkildə olur. Və solla davam edirik. 1, qoyduq qabağa solu. 2, sağı qaldırıb qoydum solun arxasına. 3-də sağ sanki qayıdır yerinə, sol sıçrayışla çıxır qabağa. Yəni 3 və 4. Solun üzərinə tullanırıq. Yenə 1, 2, qoydum solu. 3-də sanki fikir verin dostlar. 3-də sanki solu qaytarıram yerinə və sağı çıxardıram qabağa. Amma bu bizdə eyni sayda olur. Yəni 1 sayda olur. Yəni 1, 2 yox. 1 say ərzində 3 sayda eləyirik bunu. 3 sayında. Yəni 1, sağı qoydum qabağa. 2, sol gəldi. 3-də sağ çıxır qabağa. 3 və 4-də sağın üzərinə tullanırıq. 4. Pəncə dartılmış vəziyyətdə. 1, sol. 2, sağ gəldi solun arxasına. 3-də sol çıxır qabağa. Sağ qaydır yerinə sanki. 3 və 4. Pəncə dartılmış vəziyyətdə. 1, 2. Burada fikir verin dostlar. Sanki 1, 2, sol sanki qaydır yerinə və sağ çıxır qabağa. Yəni sanki sol sağı çıxarır qabağa bir təkanla. 3. Yəni 2, 3 və 4. Bir də 1, 2, fikir verin, 3 və 4. 1, 2, 3, 4. 1, 2, 3 və 4. Əla. İndi yandan göstərin, daha aydın olsun. Deməli, 1, 2, 3, 4. 1, 2, 3 və 4. 1, 2, 3. Bir də dostlar, bunu qeyd edeyim. Yəni 3 sayında biz fikir verin, ayağımızı qoymuşuq yerə. Yəni 2, 3. Bunu eləmişik. Burada yaxud da görə bilərsiniz hardasa, özünüz də eləyə bilərsiniz. Yəni 3-də ayaq yuxarıda da qala bilər. Yəni 1, 2, 3. Bu da ola bilər. Və burada ayaq bizdə bu vəziyyətdə də, yaxud da bu şəkildə, pəncə açıq şəkildə də qala bilər. Bu səhv bir şey deyil yəni. Amma biz bu variantın üzərində qalacağıq. Yəni 1, 2, 3, 4. 1, 2, 3, 4. Yəqin ki, hərəkət aydındır dostlar. Burada bir dənə nüansı var, onu da qeyd edək. Biz 1, 2, 3 sayında qəti şəkildə tullanmırıq. Yəni fikir verin. 1, 2, 3. Belə şey yoxdur bizdə. 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Yəni belə şey olmaz.
bizdə 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Fikir verin, yəni korpusun oynamır aşağı yuxarı. Çünki tullanmağı yoxdur. Deməli dostlar, ayaqlar yəqin ki aydındır. İndi isə keçək yavaş-yavaş əlləri öyrənək və sonra ikisini də birləşdirib eləyək. Əl variantları əslində çox müxtəlifdir bu hərəkətdə də. İnşallah çalışacağam ki, növbəti dərslərdə bir qədər müxtəlif variantları göstərim, hansı ki yorucu olmasın sizin üçün də. Amma biz birinci standart olaraq ən çox istifadə olunan əlləri öyrənəcəyik. Ondan sonra artıq dəyişə bilərik, yəni müxtəlif variantlar yoxlaya bilərik. Deməli, əllər bizdə necə olur? İlkin vəziyyətdə əllərimiz olur arxada yumruq şəklində yığılmış, yəni nə belə, burada yox, tam olaraq yumruq şəklində arxada yığılmış olur. Burada və buradan hərəkət başlanır. Yəni 1 sayında əllərimi açıram qabağa, 1, 2-də sol əlim gəlir sinəyə, sağ əlim gəlir arxaya, 2, burada da sağ əlim yenə yumruq şəklində yığılmış olur, 3-də yenə açıram qabağa əllərimi, 3 və 4-də hər iki əlimi ilkin vəziyyətə qaytarıram, yığıram arxada, 4. Yenə 1 sayında açıram qabağa, 1, bu dəfə artıq sağ əlim gəlir sinəyə, sol keçir arxaya, 2, yenə yumruq şəklində, 3-də yenə açıram qabağa, 3 və 4-də hər iki əlimi yığıram arxaya. Yəni qayıdırıq ilkin vəziyyətimizə. Bir də 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir də qabaqdan göstərək. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. Biz əllərimizi sinəyə gətirəndə dostlar, yəni 1, 2-də bu şəkildə üzümüzü bağlamırıq. Yəni əlimiz olur burada. 3, 4. Çox rast gələn səhvlərdən biridir. Yəni əl gətirib buralara qədər gətirilməsi əli. Bu qalır tam olaraq sinəmizdə. 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3 və 4. Yəqin ki əllərimiz aydındır və indi isə əllərimizlə ayaqlarımızı bir yerdə birləşdirib eləyək. Dostlar, necə demişdik? 1 sayında sağ ayaqla başlanır hərəkət və əllərimiz açılır qabağa. Yəni 1, 2-də sol əl gəlir sinəyə, sol ayaq gəlir arxaya. 2, 3-də 3, yenə açdıq qabağa. 4-də sağ ayaq üzərinə yüngül brujok. 4, tullanırıq. 1, yenə açdıq qabağa. 2, sağ əl gəlir sinəyə, 3-də yenə 3 və 4. Əllərimiz yığılır arxada. 4. Pəncə, yenə deyirəm, dartılmış vəziyyətdə olur. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir də yandan yoxlayaq. Çalışaq bir qədər sürətli eləyək. Yəni, başladıq buradan hərəkətimizi. Və 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Belə dostlar, artıq ikinci dərsimizin də sonuna gəldik, çatdıq. Videoların davamı üçün kanala abunə olmağı unutmayın. Videonu bəyəndinizsə like atın videoya, bəyənmədinizsə dislike atın. Amma bunun səbəbini də mütləq şərhlərdə qeyd edin. Və qeyd edeyim ki, əgər siz Bakıda yaşayırsınızsa, Bakıda qalırsınızsa, yəni dərslərimizdə də qrup və ya fərdi şəkildə qoşula bilərsiniz.
Zalımız Nəriman Narmanov metrosunun yaxınlığında yerləşir. Buyurub dərslərimizə də yazıla bilərsiniz. Sağ olun, növbəti videoda görüşənədək.